orucu batil edən işlərdən söhbət edəcəyik. Başqa sözlə desək, oruc tutan şəxs hansı işlərdən, hansı əməllərdən qorunmalıdır? Bunlardan danışacağıq. Burada mən birinci növbədə bir məsələni demək istəyirəm. Bir baxımdan elə niyyət bəhsinə aiddir, bir baxımdan da orucu batil edənlərə aiddir. Yəni muftirat və mubtilat da buna deyirlər. Orucu batil edənlər və iftara səbəb olanlar. O məsələ bundan ibarətdir ki, biz inşallah söhbət edəcəyik ki, bir sıra işlər, bir sıra əməllər orucu batil edir. Onlar 10 dənədirlər, biz onları sayacağıq və müəyyən yerlərdə onun müxtəlif məsələlərinə də toxunacağıq. Niyyətin barəsində də söhbət etdik, danışdıq. Burada bəzən olur ki, heç bir iftar etmirik, orucu batil edən işləri qarşıya çıxartmırıq. Amma niyyətlə orucu batil edirik. Bu özü iki cür olur. Biri budur ki, mən iftar niyyəti edirəm. Birinci də budur ki, mən muftir. İkinci də budur ki, mən muftir niyyət edirəm. Misallar bundan ibarətdir ki, birincisine misal vursaq belə deyə bilərik ki, iftar niyyəti etmək budur ki, bu şəxs günün ortasında oruç tutmaqdan imtina edir. Heç bir şey də yemir. Təsəvvür edək ki, heç iftara qədər orucu batil edən işləri qarşıya çıxartmır. Amma niyyətindən dönür. İftar niyyət edir. Orucluğu sındırmaq niyyət edir. Orucu sındırmaq niyyət edir. Buyururlar ki, bunun orucu batildir. Nə üçün? Çünki orucluqda biz dedik, oruc olmaq üçün fəcrin tuluundan, yəni sübh əzanından şam azanına qədər oruc niyyətində olmalıdır. İmsak niyyətində olmalıdır. Oruç tutmaq niyyətində olmalıdır. Bu gəldi günün ortasında niyyətindən döndü. Təbii ki, orucun əsl şərtlərindən biri burada sındığı üçün orucu batildir. Burada heç bir şübhə yoxdur. Demək olar ki, müstehidlər bu məsələni yeşilliklə qəbul edirlər. Amma ikincisi burada ki, niyyətin vasitəsilə orucun sınmağıdır. Halbuki heç bir orucu batil edən işlərdən də istifadə etməyib, misal üçün yeməyib, içməyib. O bundan ibarətdir ki, iftar niyyəti etmir, yəni qəsdindən dönmür ki, oruc olmasın. Amma niyyət edir ki, orucu batil edən hər hansı bir şeyin yerinə yetirsin. Misal üçün istəyir yesin, istəyir içsin və ya digər orucu batil edən dediyim o 10 qələm, 10 yerlər vardır ki, onların birinə mürtəkib olsun. Belə olan zaman da məşhur rəy budur ki, bunun yenə də orucu batildir. Heç nə yeməyib, heç nə içməyib, təkcə istəyir yesin. Hətta indi deyil, 2 saatdan sonra istəyir yesin. Uşağına pul verir, getsin buna müəyyən mağazadan müəyyən bir yemək alsın, gətirsin, bir su alsın, gətirsin, içsin. Həmin andan buyururlar bunun orucu batildir. Əlbəttə, bunu qatışdırmayaq ki, bəzən görürsən oruc tutanlar, adətən insan ac olduğu üçün, susuz olduğu üçün, ola bilsin bir yemək və ya bir su görən kimi tamahı çəksin. Tamah çəkmək istəmək deyil. Burada söhbət niyyətdən gedir. Niyyət edir ki, ciddi şəkildə bunu yerinə yetirsin. Amma mümkündür heç o işə də yetişməsin və ya sonradan da peşman olsun, niyyətindən dönsün. Əksər müstehidlərin rəyi budur, məşhur nəzər budur ki, bunun orucu batildir. Baxmayaraq ki, bir sıra müstehidlər də fətva verirlər ki, xeyr, madam ki, hələ muftir, yəni o batil ediciləri onlara mürtəkib olmayıb, misal üçün yeməyib, içməyib, hələ orucu batil deyil. Ki, əgər hər hansı bir şəxsin başına bu məsələ gələrsə, yəni ikincisi, nəinki qəsdindən dönmək, biz buna dedik, iftarı niyyət etmək. Xeyr, ikincisi, yəni muftiri niyyət edir. Bariz nümunəsi dedim, su içmək istəyir. Hətta indi də olmasa eybi yoxdur. Yəni bir an, neçə dəqiqədən sonra, hətta
1-2 saatdan sonra buyururlar batildir. Burada bir sıra müxalif nəzər olduğu üçün, əgər tamaşaçılarımızın hər hansının qarşısına belə bir iş gəlibsə ki, inşallah gəlməz, əgər gələrsə, onda məsləhət görünür ki, mərciə təqlidlərinin risalələrinə müraciət etsinlər ki, çünki mümkündür onun mərciə təqlidi bu moridi və bu yeri orucu batil edənlərdən saymasın.